Görkəmli Şuşa bəyləri portretləri layihəsinin Bakı Slavyan Universitetində təqdimatı olub. 27 may 2025-ci il tarixində Bakı Slavyan Universitetində Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan Görkəmli Şuşa bəyləri portretlər layihəsinin elmi tədqiqat işlərinin nəticələri barədə təqdimat mərasimi keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Təqdimatda Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi İctimai Birliyinin sədri Eldar Məlik Abbas, Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri Dilarə Nağıyeva, Yazar deseniz Haqverdiyev birinci yerdə olub. İncəsənət deseniz Haqverdiyev birinci yerdə olub. Ədəbiyyat deseniz Haqverdiyev birinci yerdə olubdu. Dünyada harada qurdu? Uşaq baletinin ilk dəfə o yaradıldı, müəllifi olubdu. Hər bir vaxtaq müəxqid olubdu, səfirdə olubdu, Yaşılan birliyin sədri. Bu balaca iş deyil, indi başqa dövrüdür, siz başqa gözəl firavun dövründə yaşayırsınız. Amma o vaxtı Sovet dövründə, Sovetdən önəmli totalitar rejim dövründə səfir olmaq, Yaşılan firavunun sədri olmaq, bu böyük bir nailiyyətdir. Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Rauf Zeyni, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin yaradılması böyük bir hadisədir. Əbdürrəhim bəy Haqverdiyev doğrudan da çox görkəmli tarixi şəxsiyyətdir və bu layihəyə görkəmli Şuşa bəyləri portretlər Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirirəm ki, qeyri-hökumət təşkilatlarının bu cür layihələrinə dəstək verir və bununla da çox böyük maarifçilik işləri aparır. Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Bahar Qasımova, təqdimatın ekspertləri Bakı Slavyan Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova, Şuşa tarixində məhəllə yaradan adamlar müstəsna rol oynayırdı. Onlar da cəmiyyətin parlaq şəxsiyyətləri idi, liderləri idi və öz ətrafında da insanları birləşdirməyə bacarırdılar. Bu deməkdir ki, Əbdürrəhim bəy ictimai baxımdan çox görkəmli, çox nüfuzlu və təsir edici fikir öndəri olur. Tarix üzrə fəlsəfə doktoru Əsəd Qurbanlı, Zəngəzur İnformasiya Agentliyinin əməkdaşları Türkanə Səfərova, Rəşad Həsənov, Aynur Yaqubova, Şəhid Ailələrinə Qayğı İctimai Birliyinin Xəzər rayonu üzrə sədri Şüfə Səfərova, Bakı Slavyan Universitetinin əməkdaşları, tələbələr, elm və media nümayəndələri iştirak ediblər. Zəngəzur TV xəbər verir ki, təqdimat zamanı Bəhrəm bəy Məlik Abbasov, Mamay bəy Mamayev və Əbdürrəhim bəy Haqverdiyev haqqında elmi tədqiqat işlərinin nəticələri müzakirə edilir. Sonda Eldar Məlik Abbas tədbirin ərsəyə gəlməsi üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dəstək Agentliyinə və Bakı Slavyan Universitetinin rektoru cənab Anar Nağıyeva təşəkkür edir.